Bu günləri Nəsimi metrosu arasında yerləşən mənzilimizi sizə təqdim edəcəyik. Burada təmir işlərimiz davam edir. 2 ay müddətdir. 2 ay müddətdə biz nə işlər görmüşük sizlərə təqdim edim. Deməli, Leningrad proyekti və sizə izah etmişdim bir dəfə. 2 ay müddətdir burada iş gedir. Həm istipolu çəkilib, styaşkası tökülüb və polu da vurulub, görə bilirsiniz. Və mətbəxi də istipoldur, sanitar qovşağı istipoldur. Otaqları biz isə pol vurmuşuq və sizə belə izah edəcəm. Burada 8'li beton bar idi. Biz bunu ləğv elədik. 30 sm geri verdik. Niyə? Həm qapını 1 metrəlik qoyacağıq, həm də orada dolab yığılacaq deyə dəhliz geniş qalsın. Onun üçün biz belə plan qurmuşduq, dizayn. Və sanitar qovşağı da bir yerə qatdıq. Sanitar qovşağın bir yerə qatması həm sanitar, belə deyək, duşu geniş olacaq, həm burada moyka qoyulacaq, unitazı və şulkası hamısı burada yerləşir. Onun üçün bir yerdə olmağı məsləhətdir. Və köhnə mətbəx idi bura. Köhnə mətbəxi elədik, uşaq yataq otağı. Balkonu da qatdıq bura. Və qonaq otağı tərəfdən buranı bağladıq ki, uşaq yataq otağı olsun geniş. Biz 2 ay müddətində nə iş görmüşük? Mayakdan tam çıxıb, elektrik sistemləri görülüb. Yəni, bunu da yaxından sizə göstərim. Ustalarımız, yəni peşəkar ustalardılar, çox səliqəli işləyirlər. Sanitar qovşaqların turba sistemləri, yəni çəkilib, istipolu çəkilib. Dövlətdən verilən radiatoru ləğv eləmişik. Yəni, bu binada yaşayanların çoxu ləğv edib deyə ev sahibi də belə düşünüb. Biz bunları alçıbana bükürük və kombi sistemi yaratmışıq, radiator. 16'lıq boru ilə və unidelta borulardan istifadə edirik. Və bura balkondur. Burada balkonla yataq otağı ayırmışıq. Burada şəbəkəli pəncərə qapı olacaq. Mətbəği də sizə belə geniş göstərim. Mətbəğin turbası. İndi çoxu soruşurdu, burada necə etmişsiniz? Kanalizasiya bu hissədədir. Buradan çəkilib bura. Yəni 3 metr məsafədə boru gedib. Yəni heç bir problem yaratmır, nə də ki qonşuya ziyanı yoxdur. Yaxşı keyfiyyətli materiallar istifadə edəndən sonra, yəni burada heç bir problem yarada bilməz. İstipol, belə deyək. Radiator sistemi ilə istipol sistemi tamamilə ayrıdır. Ayrı-ayrı kollektor yaratmışıq. Kombi bu hissədə olacaq və bu hissədə pəncərə qapı qoyulacaq. O hissə ilə bu hissəni ayırmaq üçün. Buranı isə qatdıq mətbəxə. Mətbəx olduqca geniş qalsın deyə. Və göstərib sizə qonaq otağını. Biz artıq, belə deyək, materiallarımızı almışıq. Alçıban, 12'li gilan və Al Metal. Al Metal şirkəti ilə mən işləyirəm. Profillər Al Metaldır. Dikdir 14'lük və təmiz dikdir. Möhkəm dikdir. Bunun üstündən parket belə vurmaq olur. Yəni mən materiallara ekonom yaratmıram. Qonaq otağıdır. Qonaq otağında da belə balkonu qatmışıq qonaq otağına. Bir aydan bir tam şəkildə çəkiliş edirəm ki, hər kəs görə bilsin. Villa Baku təmir şirkəti. Buyurun, əlaqə saxlayın. Telefon nömrəmiz 051 688 44 85.